ümid həmişə yaşayır və istənilən vaxt hər bir itkinin ailəsinə onun itkin yaxınının taleyinin müəyyən olması barədə məlumat verilə bilər. İtkin çox ağırdır. Dəfn olunan yeri axtardıq, tapa bilmədik. Hardasa ümidimiz var ki, bəlkə də o ikisindən xəbər ola bilər. Bilmirəm, o mənim qardaşım da ya kimdir, amma əsas o ki, kimsə var orada. Rahilə xanım, salam. Sizi əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşdan əlaqədar Dövlət Komissiyasından narahat edirik. Sizin qardaşınız Mahmudov Ramiz Mahmudoğlu bizdə itkin şəxs kimi qeydiyyatdadır. Bu məsələ ilə bağlı sabah saat 11-də Dövlət Komissiyasına yaxınlaşa biləsiniz. Dünəyə ısrar günü bizə zəng olunubdur, gələrsiz deyə. Mən Zaqatalanın İkinci kəndindən gəlmişəm. Artıq sizə də məlum olduğu kimi, işğaldan azad olunmuş torpaqlarımızda artıq 2021-ci ilin fevral ayından etibarən itkin düşmüş vətəndaşlarımızın axtarışı, qazıntı, ekshumasiya və yeniləşdirmə işləri aparılır. Əvvəla mən istəyirəm sizlə tanış olum. Rahilə xanım, sizin qardaşınız Mahmudov Ramiz Mahmudoğlu 11 iyul 75-ci il təvəllüdlü, Zaqatala rayonu Aşağı Tala kəndi anadan olubdur. 26 aprel 94-cü ildə Tərtər rayonu Seysulan kəndi ərazisində itkin düşübdür və artıq 30 ildir ki, Dövlət Komissiyasında itkin düşmüş şəxs kimi qeydiyyatdadır. İşğaldan azad olunmuş ərazilərimizdə aparılmış axtarış, qazıntı işləri nəticəsində tapılmış meyit qalıqları üzrə Rahilə xanım, sizin qardaşınız Mahmudov Ramiz Mahmudoğlu'nun şəxsiyyəti eyniləşdirilmişdir. Qalıqları tapılmışdır. Ailə üzvlərinizdən götürülmüş DNT nümunəsi ilə eyniləşdirmə aparılarkən Tərtər rayonu Seysulan kəndi ərazisində tapılmış meyit qalıqlarından birinin sizin qardaşınız Mahmudov Ramiz Mahmudoğlu olduğu müəyyən edilmişdir. Belə bir xəbəri alacağım deyə düşünmürdüm. Yəni elə bildim ki, DNT analizini verib gedəcəyim deyə. İtkin çox ağırdır. Bir tərəfdən xoşbəxtəm ki, mən bu qardaşımın nəşi tapılıbdır deyə. Ramiz qardaşımız hərbiçi olubdur, vətən uğrunda döyüşlərdə iştirak edibdir. Təbii ki, bu cür xəbərləri vermək bizim üçün də çox ağırdır. Biz də istəməzdik ki, sizə yaxınlarınızın ölüm xəbərini verək. Allahdan sizə səbr diləyirəm. Şəhidlərimizin meyit qalıqları Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyində saxlanılır. Dəfn günü səhər tezdən saat 9-dan etibarən biz onları təhvil verəcəyik, aidiyyatı qurumların iştirakı ilə. İtkin şəxslər problemi ilə işləmək çox ağır, soyuqqanlı, psixoloji dözüm tələb edən bir işdir. Amma nəzərə alsaq ki, itkin ailələrinin öz itkin düşmüş yaxınları barədə informasiya almaq hüququ var. İtkin düşmüş şəxsin eyniləşdirilməsi barədə məlumatı vermək taleyi sənin üzərinə düşürsə, sən bu taleyi yaşamalısan. Nə qədər çətin, ağır olsa da. Anama gəlib birdən-birə deyə bilmədim ki, ay mama,
qardaşımın nəşi tapılıb. Birdən-birə deyərəm, 30 ildən sonraki bu həsrət anamın ürəyini parçalayar. Qardaşımın arxasınca anamı da itirərik. İtkin düşənə qədər məktub yazıbdı. Oxuya bilmədiyim məktubu bugünkü gündə sevə-sevə oxuyaram. Salam, sonra necəsiz? Papa, mama, evdəkilər. Çasdan sizlə əlaqəm üzüləndən sonra bizi Beyləqana gətirdilər. Buradan mənim döyüş yolum başladı. Beləliklə, nə deyim, bir neçə hücumlardan sonra ermənilərdən 3-4 kəndə aldıq. İndi isə Füzuli rayonunun Alxanlı kəndində müdafiədəyəm. Nə isə Ramiz sizdən ötəri darıxıb, Füzuli rayonunun Alxanlı kəndi. Müəllim ateşin açılması üçün silah çiynə al. Qoruyucunu aç. Silahı doldur. Ateş. Doldur. Ateş. Doldur. Ateş. 30 ildə yas verməmişdi. Həmişə ümidliydik ki, gələcək. Bir şəhid kimi dəyər verdilər. Tək mənim şəhidim olmadı. Hamının şəhidi kimi torpağa verdilər onu. Yəni, necə var qaydasında bayrağımızla, dualarımızla şəhidi şəhid kimi yola salıyorlar. Seni əvəzimə mən eləyəcəm yazdım. Eşitdiyim rəhmətliyin, yəni dünən nə iş tapılıb. Mən də istədim ki, gəlib çatam bura, iştirak eləyəm hüzurda. Qardaşım, mən özüm 92-ci ildən döyüşlərdə olmuşam. Günlərin bir günündə söhbət getdi ki, Zaqataldan bir oğlan tezə gəlib bura. Getdim, maraqlandım, o da sizin qardaşınız Ramiz. Tanış olduq Ramizlə. 3 ay obşi bir yerdə biz Ramizlə çiyin-çinə döyüşdük. Pekaş ilə Ramiz çağırırdıq. Belə adlı sanlı, belə gözəl, hörmətli, gözəl bir qardaşı idi. Sabırıyorsa alacağız sana. Çok sağ ol. Gel, Allah sana uzun ömür versin ana. Ama məhkəm ol, məhkəm ol. Sənin oğlun ana ölməyib. Sənin oğlun şəhiddir. Sənin oğlun itkin də deyil. Dövlət Komissiyası Azərbaycan Prezidentinin 1993-cü il yanvar tarixli sərəncamı ilə yaradılmışdı. Dövlət Komissiyasının yaradılmasının özünün əsas vacib elementi ilkin olaraq itkin düşmüş şəxslərlə bağlı siyahıların tərtib edilməsi, əsir girov düşmüş şəxslərin siyahıların tərtib edilməsi, onların azad olunması, itkinlərin axtarışı prosesini dövlətin nəzarəti altında həyata keçirilməyi. Vətən müharibəsində əldə edilmiş zəfərdən sonra itkin düşmüş şəxslərin ailələri artıq böyük ümid hissi ilə Dövlət Komissiyasına müraciətlər edirlər və biz araşdırma aparıb o şəxsləri də siyahıya alırıq. Doğum tarixi neçə idi atanızın?
2008-ci ildə Beynəlxalq Qızıl Xaç Komitəsi ilə Dövlət Komissiyası arasında imzalanmış çərçivə sazişinə əsasən biz itkin ailələrindən bioloji nümunələri toplamağa başladıq. 2014-cü ildən etibarən Dövlət Komissiyasının və Beynəlxalq Qızıl Xaç Komitəsinin mütəxəssisləri bu işləri həyata keçirirdilər. Proses zamanı bir itkin ailəsinin 1-dən 4-ədək üzvündən bioloji nümunə, ağız suyu nümunəsi götürülür. Bioloji nümunələrin götürülməsi prosesi Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə ayrılmış vəsait hesabına Dövlət Təhlükəsizlik Xidmətinin Hərbi Tibb Baş İdarəsinin nəzdində yaradılmış genetik araşdırmalar mərkəzi tərəfindən aparılır. Bu günə olan məlumata görə artıq 3600 itkin ailəsindən 11800-dən artıq bioloji nümunə götürülərək arxivləşdirilmişdir. Eyniləşdirmə prosesi minimum 3-4 gün, bəzi hallarda müəyyən təkrarlara ehtiyac olduqda isə bir həftəyə qədər davam edir. Bizdə həmin şəxslərin bazası yaradılıb, həm itkin düşmüş şəxslərdən, sümük nümunələrlə əldə olunmuş genetik profillər həmin bazada yerləşdirilmişdir. Eyni zamanda öz yaxınlarını axtaran vətəndaşlardan alınan nümunələr əsasında formalaşdırılan genetik profillər, nəticələr müəyyən olunduqdan sonra isə onların qarşılaşdırılması prosesi başlayır ki, burada 100% uyğunluq olduğu halda komissiya üzvləri məlumatlandırılır. Nəşin qalıqları üzərindəki ilkin tədqiqatlar Patoloji Anatomiya Birliyinin müvafiq laboratoriyasında aparılır və eyni skeletə aid olan sümük nümunələri müəyyənləşdirilməyə çalışılır. Daha sonra isə hər bir sümük nümunəsinə aid müəyyən bir parça bizim laboratoriyaya göndərilir ki, bunun üzərində biz növbəti işləri aparırıq. Bu işlər sümük nümunəsindən DNT-nin izolyasiya olunması və bu DNT nümunəsi üzərində şəxsə aid genetik profilin çıxarılmasından ibarətdir. Bizim laboratoriya dünya üzrə işlənən standart əməliyyat prosedurlarına əsaslanır. Biz o prosedurlarla işləyirik və bu standart əməliyyat prosedurları dünyanın bir çox ölkələrində itkin düşmüş şəxs qalıqlarının axtarılması, tapılması, müayinəsi və şəxsiyyətinin eyniləşdirilməsində istifadə olunur. Əgər uzun müddət sümüklər torpaq səthi üzərində qalarsa, ultraviyolent şüaların təsiri altında DNT-nin keyfiyyəti pozula bilər. Bu da bizim işimizdə çətinliklər yaradır. Biz burada laboratoriyada birinci bioloji profil çıxardırıq. Bioloji profil nədir? İrqi mənsubiyyət, sonra cinsi təyin edirik, yaşı təyin edirik, boyun hündürlüyünü təyin edirik, sonra isə zədələrin növlərini. Antimortem zədələr ola bilər sümüklər üzərində, perimortem zədələr və postmortem zədələr. Perimortem zədələrdə onların ölüm zamanı aldığı xəsarətlərdir. Onların da növünü mütləq rəydə qeyd olunur. Bu güllə izidirmi, küt yarama mexanizmi sınıqlardırmı, hamısı rəydə qeyd olunur. Əgər antimortem əlamətlər haqqında kifayət qədər məlumatımız varsa, yəni şəxsin həmin vaxt əynində olan geyimi olsun, keçirdiyi sümüklərdə özünü göstərən xəstəliklər olsun, diş anomaliyaları, diş qapaqları, dişdə müalicə izləri, diş protezləri əgər vardırsa hamısı qeyd olunur. Travmalar keçirmişdirsə və sümüklər üzərində sınmalar vardırsa, bunlar hamısı ətraflı müayinə olunur. Şəkilləri çəkilir, yaxınlarına baş prokurorluq tərəfindən təqdim edilir. Biz həmin şəxs haqqında bəli deyə bilirik ki, eyniləşmə təşkil edir. Bizdə bir yaşlı qadın olmuşdu ki, onun yaxını yox idi, birbaşa qohumu yox idi DNT nümunəsi verməyə. Onun cinsini, yaşına görə, cinsinə görə və keçirdiyi xəstəliklərə görə təyin edə bildik ki, bu həmin qadına məxsus ola bilər. Yenə də bu 100%lik deyil, bu yalnız köməkçi vasitədir.
aşkarladığımız kütləvi məzarlıq Şuşa rayonunun Daşaltı kəndində fevral ayında həyata keçirilmişdi. 2022-ci ilin fevral ayından bu günə olan dövrə qədər 22 kütləvi məzarlıq Şuşa rayonu, Kəlbəcər rayonu, Laçın rayonu, Ağdam rayonu, Xocalı rayonu, Füzuli rayonu ərazilərində aşkarlanmışdı. Gecəsi 3 qardaşım vuruşurdu. Usubov Zakir Kamranoğlu, Usubov Əliyar Kamranoğlu, Usubov Elşad Kamranoğlu. Mənim anamla, atamla bərabər mənim qardaşlarım əsir düşmüşdü. Qızıl Aypara Cəmiyyəti onları gəlib qutaranda atamla anam alınmışdı, amma qardaşlarım verilməmişdi. Biz onları itkin kimi bilirdik və elə də gözləyirdik onları. Biz onları sağ bilirdik. Qardaşımın nəşi ilə gəldik bura. Xocalı qəbirstanlığa və ilk dəfə də ayağımız elə bir 32 ildən sonra qəbirstanlığa açıldı. ildən sonra o xəbəri bizə verdilər. Birinin nəşi tapıldığını gətirdik, dəfn etdik. Heç olmasın nəşi tapıldı da gözümüz yollardan yığıldı. Bu tərəf köhnə qəbirstanlıqdır, Xocalının köhnə qəbirstanlığı. Ancaq bura şəhidlər xiyabanıdır, hansı ki 32 ildən sonra Xocalıda itkin düşmüş şəhidlərimizin nəşi tapılandan sonra gətirilib bastırılan qəbirlərdir bunlar. Nə qədər yenə bizim itkinlərimiz var, mənim qardaşlarımla bərabər. Yenə də hardasa ümidimiz var ki, bəlkə də o ikisindən xəbər ola bilər. Məzar yerlərinin axtarış işlərini, eyniləşdirmə işləri ilə bağlı Azərbaycan Respublikası Prezidentin tapşırığı ilə maliyyə vəsaitləri ayrılır. Məzar yerləri Dövlət Komissiyasına daxil olan şahid ifadələri, icra hakimiyyətlərindən daxil olmuş məlumatlar əsasında toplanılır. Bir də bizim əməkdaşlıq etdiyimiz Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən təqdim olunmuş koordinatlar da əsas götürülür. Bura Ağdamın Eyvazxanlı bəy kəndinin ərazisidir. Kəndin fermasının ərazisidir daha doğrusu. Bizim burada səngərlərimiz olubdur. O kətdən tutmuş, üzü belə bizim səngərlər idi. Bax, bu istiqamətdə də ermənilər bütün əraziləri işğal eləmişdilər. 30 il bundan qabaq bu ərazidə qızğın döyüşlər gedibdi. Çox çətin bir vəziyyətdə günləri yaşamışıq burada. Üzeyir müəllim, siz mən bildiyimə görə birinci Qarabağ döyüşlərində iştirak etmişsiniz də. Hansı ərazidə olmuşsunuz əsasən? Əsasən Ağdam ərazisində olmuşuq. İtkiləriniz çox olub burada Üzeyir müəllim? Bəli, itkilərimiz oldu burada. Aprel ayının 18-də demək olar ki, hər bir tərəfdən mühasirəyə düşdük biz burada. Siz burada əsasən o itkin düşmüş şəxslərdən, döyüş dostlarınızdan kimi təqribən bilirsiniz ki, buradadır. Bu təxmini bu ərazidə nə qədər uşaqların cəsədləri var ki, mən onları gördüm. Demək olar ki, çoxu paramparça olmuşdur. İnşallah Allah qismət eləsə, nə bilim, görək də belə əzab, əziyyət, göz yolla qalanlar, ailələr var ki, məsələn, övladlarıdır, nəvələridir, hamısı gözləyirlər ki, bir xəbər çıxsın. Başlasınlar, onda görək nə olur.
Görən qədər bizim hələ tapılmayan şəhidlərimiz var. Çox çətindir. Allah danışmaq da çətindir, xatırlamaq da çətindir. Elə hallarla da rastlaşırıq ki, yer müəyyən olunsa da, qazıntı işləri aparılsa da, orada biz qalalara rast gəlmirik. Onun da səbəbi odur ki, erməni tərəfi bizim əsir və girovlara verdikləri işgəncələri üstünü örtbas eləmək üçün məzar yerlərini dəyişdirir. Biz bu cür hallara Füzuli rayonu ərazisində, Xocalı rayonu ərazisində, Ağdamda apardığımız qazıntılar zamanı rast gəlmişik. Və buna baxmayaraq Dövlət Komissiyası tərəfindən qazıntı axtarış işləri, itkin düşmüş şəxslərə aid olan məzar yerinin müəyyən olunması işləri davam etdiriləcək. Hal-hazırda biz Xankəndi şəhərinə şahid qismində ifadə verən İlham Əsgərovu gətirmişik. 92-ci ildə Ağdərə istiqamətində gedən döyüşlərdə Ağdərənin Mufrataq kəndində əsir düşmüşəm erməni düşmənlərinə. Yəni, oradan məni gətirdilər bir ayrı kəndə, oradan bölüşdürdülər, belə də işgəncələrə məruz qala-qala. Oradan gətirdilər mənim Xankəndinə də, onların verdiyi məlumata görə dedilər, bura Xankəndidir. Gecə gəldik, yəni əlimiz də bağlı idi arxadan. Və mən o vaxt özümə gələndə əllərim açıq idi, baxdım ki, bir qaranlıq damdayıq. Binada saxlayırdılar bizi, padvalında, reşotqalı. Mənim yanımda bir əsir düşən oğlan var idi, Məmməd Ovazər, Toyuzun adlı kəndindən idi. Zaten o 2 gündən sonra rəhmətə getdi, cənnətə qovuşdu. Mən qaldığım yerin ərazisində dəfn elədilər, Xankəndində. İndi axtaraq, inşallah taparım onu da. Məkan olaraq yəni mən hərbisiyə bənzətdim, belə götürək, soldatlar olduğuna görə. O müəllim, belə bir qapıdan girirdik, içi padval idi də. Və aynadan, reşotqadan, amma belə qabaq tərəf açıqlıq idi, görünür. Yox, ərazi deyil. Yəni, ərazi üzrə yox, yəni onun qabaq açıqlıq idi. Dediniz, hansı istiqamətdir? Günçıxana doğru da, üzü belə, yəni o binanın... Günçıxana doğru oradır. Hə, də o binanın elə bir qabağında heç bir manəvirə yox idi, bina yox idi. Yoxsa bunun arxası? Yox, ərazi bənzətmir də, onun, yəni onun qaldığımız yer, dəfn elədiyimiz yerdən ana xəndək idi, dərə idi. Yəni heç nə tikiləsi deyildi. Bir tikinti tikməyə düz yeri yox idi. Dərə idi. Dərənin də qabaq tərəfi belə meşəli idi. Qıraq yeri idi də, tam şəhərin ortası deyildi. Orada hərbiçilər olub. Hərbçilər olub. Hərbi hissən həyətini oxuyurdu. Yox da plas zad yox idi də, yəni orada plas söhbəti yox idi. 3 şəxslərcə gedirdi, maşın yolu da yox idi. Yəni o rəhmətliyi də dəfn elədikləri yer. Da onun xəndək idi, dərə idi. Siz onu apardınız, nəyin yanında dəfn elədiniz? Heç nə, elə düz rəmə. Hə, elə bil o qaldığım binanın qabağında. Binadan hardasa bir 50-60 metr, 100 metr aralı. Mən neçə illərdir düşünürdüm, onu heç vaxt xəyalimdən çıxartmırdım ki, yəni o torpaqlarımız azad olanda gedib onu axtarıb taparıq. Bugün də həmən ev qürurla gəldik. Təəssüflər olsun ki, tapa bilmədik. O ərazini yadımda saxlaya bilməmişəm. Biz burada o binaya oxşar bir neçə yerə baxış keçirdik. Lakin ərazinin dəyişilməsi, bəzi binaların sökülməsi, yeni binaların tikilməsi
onun o yerin müəyyən edilməsinə mane olmuşdur və o yeri xatırlaya bilməmişdir. Yəni bizim dövlət komissiyasında aparılan işin bu cür nəticələri də olur. Bura İlxıçılar kəndidir. Çox itkilərimiz oldu burada. Bizim döyüşdüyümüz ən axırıncı mövqeyimiz qardaşımla bir yerdə o Güllücə kəndindən İlxıçı kəndinin arasında bir kanal var idi. Həmən hissədə olmuşdu. Qardaşım bilməyərəkdən ermənilərinin içinə girmişdi. 94-cü ildə aprelin 20-sində qardaşım Qocayev Elsəvər Sabiroğlu. Əsir düşəndən sonra Xan kəndindən bura gətiriblər. Burada erməni meyitlər olub. Onları çıxardıb qardaşımı həmən quyuya salıblar. Bu məlumatları da mənə əsirlikdə olan qardaşlar deyib. Onların sözünün toplamının nəticəsində bu qərara gəlmişəm ki, qardaşım quyuda. İlqaz müəllim, siz bildiyinizə görə buradadır hardasa. Siz dediyinizə görə burada məktəb binasının həyətində olubdur bu quyu. Quyu, belə deyək ki, məktəbin üzbəüz gün çıxan tərəfində alma bağının setka var idi. Setkanın düz dibində idi, yanında. Bəli. Onunla 15 metr gün batan tərəfində bizim yeməkxananın zibil quyusu var idi. Bəli. Yəni o zibil quyusuna nisbətən gedib onu tapmaq olar həmən quyunu. Yaxşı, bu zibil quyusu hazırda relet dəyişib, ərazi demək olar ki, düzlənib. Çökəklik var, deməm. Yəqin ki, quyunun çökəklik istiqamətindən hiss eləmək olar ki, burada həmən quyu olubdur. Batma vəziyyətində. Orada təpə də ola bilər də, o quyunun üstünə torpaq tökərlər vaxtı ilə. Yəni, ərazi hazırda gördüyünüz ərazidir, bu ərazidəyik biz. Bu ərazi görürsən ki, o məktəbdən də, o zabordan da heç bir əlamət qalmıyor. Elədir, düzdür, mən. Siz əminsiniz o quyudadır? Bəli, əminəm. Bəli. Yəni bunu sizə kim bildiribdir? Bunu qardaşımla 3 gün müddətində əsirlikdə olanlar dedilər ki, qardaşı apardılar həmən meyitləri yerin göstərsin və qardaşım gəlib bura, arxaya qayıtmayıb Xan kəndinə. Mən də özüm belə fikirləşirəm ki, əgər onları buradan çıxardıblarsa, qardaşım həmən quyuya salıblar. İndi onda Eldəniz müəllim, başlayaq qazıntı işlərini. And olsun yaradana o Güllücə İlxıçı yazılan yer var ha. Oradan keçəndə elə bildim qardaşımı niyə vurdu məni. Danışamıram, üzr hesab edin. Yenə də deyirəm, bilmirəm, o mənim qardaşımdır ya kimdir, amma əsas o ki, kimsə var orada. Hansısa evə acı sevinç gəldi. Acı sevinç. İtkin ailələrinə bütün bu illər ərzində göstərdikləri dözümə, səbrə, dəyanətə görə təşəkkürümü bildirirəm. Çünki yaxın qohumunu itirmək çox ağır bir prosesdir. O prosesi, o istirab, əzab içində 30 il yaşamaq
çox ağır bir məsələdir. Amma itkin ailələri bilsinlər ki, biz dövlət komissiyası olaraq Azərbaycan Prezidenti cənab İlham Əliyevin bizim qarşımıza qoyduğu vəzifəni sonadək icra edəcəyik. Son itkinin taleyinin aydınlaşdırılmasına qədər bu proses davam etdiriləcəkdir. Salam. Sizi əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar dövlət komissiyasından narahat edirik.